Salam izləyicilər. Hal-hazırda Mariner Meriyasının qarşısında etiraz aksiyası keçirir. Etiraz aksiyasının səbəbi yolların bərbad olmasıdır. Qızılazıq sakinləri qeyd edirlər ki, onların illərdir ki, yol problemi var, onların probleminə maraqlanır. İndi hal-hazırda biz sakinlərlə müsahidə edirlər. Bir daha danışardınız. Neçə ildir sizin bu problemi narahat edir? Problemi biz indiyənə qədər o qədər də belə məcbur olmamışdıq. İndi lap məcbur olduq. Bu yağış yağandan sonra lap məcbur olduq. Sovetimizə deyirik, kimə deyirik? Axırı buraya deyirik hamımız ki, bu məsələyi həll eləsin. Bizim tələbimiz yolları düzəltdirmək, bizim şəraitimiz yaxşılansın. Kanalizasiyaları qazıbdılar. Kanalizasiyamız yox, suyumuz çəkilməyib, yerləri qoyulub, suyu çəkilməyib. Bizim tələbimiz budur, bizim uşaq məktəbə gedəsin. Gedə bilmir. Mən xəstə adamam, skoruyu çağırırlar, hodurlu oğlan deyir ki, bunun kəfini, bir kəfini qalan vaxt skoru gəlir, yolumuz yol deyil. Keşkirlər. Xəstə nə qədər gözləməli, gözləyə bilmirsən. Sağ olsun, gənə məhlənin uşaqlarının bir şey olanda çağırırıq, aparırlar, heç olmasa gənə bir dərdimizə əlac elədir, alinsiya aparırlar. Bizim tələbimiz, bizim şəraitimiz yarar. Heç yağışdan qabasa... Əvvələ müraciət edirsiniz bu? Əvvəllər də müraciət elədik, bizim marşrutlar işləməyirdi, marşrut aldıq. Marşrut indi deyir, gələ bilmir. Elə bir 5 idi marşrutun içinə minirsən, elə bir 5-də yırğalanırsan. Şofer də daha deyir, indidən əyləyici idi maşını. Biz tələb elədik, uşaqlarımız məktəbə gedik. Sabah məktəbə gedəmiz ayrı, deyil, orta gedəmiz ayrı. Biz yollarda marşrut gördük ki, nə qədər gələcək, nə qədər uşaqlarımız məktəbə gedəcək. Adın soyadınız necə olur? Səhər gün. Familiyaniz? Mamid. Danışa bilərsiniz oyun? Danışarım, ölüm etmişim. Xahiş edir, yolun, biz yolumuzu tələb eləməyə gəlmişik yolun. Biz neçə dəfə gəlmişik, deyirlər yolumuz gedin, hazır olacaq. Bizi alladıblar, bizim yolumuz hazır olmur ölüm. Elə həncər gəlirik, elə də qayıdırıq. Şəkərimiz var, davlinamız var, skora gəlmir ölüm. Maşını sürənə biz niyə yalvaraq ki, ağrın alim gəlsin, uşağımız geçsin, gəlsin. Mesela deyir işte, bilmiyorum, yol xarabdır deyir. Doğru deyir, düzdür, yolumuz ağlamalı vəziyyətdə deyil. Bu uşağı biz sürtdük, biz cımırla aparmışıq uşağı. Niyə, hansı zamana uşaq o cımırda gedir? Yolumuza baxmırlar ölüm bir sözünə. Gəlirik, həncər gəlir, yeri də geri gedirik. Və kənd Soveti baxmır, heç kim də baxmır ölüm. Nə olsun, qudurna buradadır. Deyir, bax, gələcəm, yol düzələcək. Biz Allah deyir, gedirik, yolumuz gəlmir, nə gəlmir, nə düzəlmir. Fevral ayında görüş keçirilmiş kənddə, onda da əhali olaraq müraciət elədiniz? Yox, ölüm, yolumuz Nərimanov məktəbin yanına düzəlir, oradan anırır. Nə yolumuza baxan yoxdur, nə də yolumuz düzəlmir, qurban olur. Şofer də deyir, əyləyirdi, odurla anuşqalar. Qoca arvaddır, yalvarır ki, 3 gün, 4 gün işdə ay bala. Və sonra 3-4 gündən sonra nə? Yollarda qalacağıq. Yolumuza baxılmır ölüm. Bizim baxmırlar. İndi çox xahiş edirik ölüm. Yolumuzu sıyıtdıracaqmı, şebemi tökdürəcək. Nə qaracaq? Bizim yolumuz düzəlsin, qurban olur. Bax, şikayətimiz odur. Çox xahiş edirik. Adın soyadınız? Amal. Amal, familiyanız? Priyeva. Burada gözdür. Qeyd edək, əziz izləyicilər, Qızılazıq sakinləri Mariner Meriyasının qarşısına toplaşıblar və onlar bildirirlər ki, illərdir ki, onların yolları qazılıbdır və bərbad vəziyyətdədir. Tanış? Yox. Maro radiosu üçündür. Danışa bilərsən? Danışmasın, başım ağrıyor. Ne danışayım o zaman? Yanına boş yere danışırıq. 100 dəfə gəlmişik, getmişik.
Nə sözümüzə baxan var, nə gəlir eləyirlər, nə gəlmirlər, nə eləyirlər. Düzəldəcək deyirlər, nə düzəltmirlər, nə eləyirlər. Neçə il yolunuz bərbad vəziyyətdədir? Bu qazılandan buraya. Qabaqdan asfalt idi bütün. Rəhmətli Hacəli müəllim, Allah rəhmət eləsin. Sebebimiz oydu. Asfalt nə idi? Nə gördü onda görür. Qalan sebeblər yaranmır. Göz sıxda tökdürək, sənin qazla tökdürək. Skora gəlir, nə maşın qaşlayır. Kəndiniz yollar hamısı bərbad vəziyyətdədir? Bizim kəndimiz lakısı, Nərman. Özü bizimki Nərmanı tükəsidir, belə yekə qılamını tükədir, məhkəm olan yer. Gənə baxın. Danışa bilərsiniz? Elə hamımız bir məqsədə gəlmişik. Elə onun dediyini də mən təkrar eləyəcəm. Elə o yola görə ki, gəlmişik, vəziyyətimiz çox çətindir, çox bərbaddır. Heç nəyə də baxmırlar, gəlirlər biraz ekskavatorla üzünü şimallayırlar, gedirlər 2 gündən sonra həmən olur. Nə uşağımız məktəbə gedə bilir, nə kəndə bir psixolog gəlir, nə bir hamımız ixtiyarıq, qocayıq, yeriyə bilmirik, baldırımız ağrıyır. Qalır yöydə tustaq. Nə xeyrə çıxa bilirik, nə şərə çıxa bilirik. Gəlib düzəltmirlər ki, maşınlarımız qırıq-qırıq olub vallar. Avtobus gəlmir. Yalvar yapış zorla işlədirik, sürdürürük. Kəndin içinə. Bir gün, 2 gün işləməyəndə qalır yöydə bir yana çıxa bilmirik. Budur vəziyyətimiz, bu dəqiqə əsas biz yoldur problemimiz. Dediniz ki, içməli suya görə, bir də kanalizasiyaya görə çəkiblər, qazıblar. İndi gəlirlərmi? İndi gəlirmi içməli su? Suyumuz hələ köhnədir bizimkilər elə. Köhnə qıratlarımızdır. Gəh gəlir, gəh kəsilir. İndi suyun yerini qoyurdular. İndi onu hava eləyəcəklər bilmirik. Amma seçki olana qədər gəlirlər. Bizə səs verib bu saat düzəltmirlər. Elə seçki qutardır. Bunların sözü də qutarır. Nə gəlmirlər, nə də baxmırlar. İndi qalmış belə gəlir, biraz məktəbi yanından şimallayırlar, gedirlər. Bir dəfə yağış yağında gənə olur, latok əriyir. 1 metr salamat yeri yox ki, o maşın orayla maşın sürə. Belə eləyir avtobuzun içində yığalma. Daha ucu sözümüz yoxdur, bunları bizim dedik. Namusdan düşdük biz bunların dalına gəlməkdən, amma bir dəfə Selsəvət kəndə maşın sürmür ki, görəm də bir küçənin vəziyyəti nədir? Görsün sürə bilərmi orada maşını? Sizin kəndçidir mi Selsəvət? Bəli. Adınız, familiyanız necə oldu? Mənim? Bəli. Səlim nasıl soğuk? Musayibə? Qızıl azılı bax ki, ən yerdə qalmış qızıl azılı. Dağlara nə tər bax. Biz Gürcüstanda yaşayırıq. Dağlarda elə bilirsən, beləcə şümçətdir. Niyə Gürcü yolları, Bornis yolları, Kavaz yolları. Qazı yarımçıq, Sveti yarımçıq, suyu yarımçıq, 5 manat. Kəndi su yox, təskin yaşımız gəlmir. Dağlıq bizim bura. Ona görə baxan yoxdur. Səhəbətimiz kimi ortalığa çıxmır. Bu boyda cəmaət, bu boyda ixtiyar adam, yetmiş yaşında arvad. Mən skoriyadan gəlirəm, mən öyrəndən sonra skoriya gəlir. Çox mu lazım? Niyə gəlmir? Taksidən gəlirəm, taksi gəlmir. Niyə yolumuz bitir? 15 manatdan əziyyət etmir. Evet, 25 manatlıq taksilərində 15 manata 20 manata gəlmir. Nə görə? Yolumuz bilsin xala, yolumuz bilsin. Yolun yarısı var mı? Adam var mı? Yəni yeləyən var mı ki? Qızlardan xalqı. Baxan var mı? Dağları, dağları. 10 dəfə gəlmiş, gedin yaxşı gəlirik, gözdə gəlir, yəni bir ayda. Bəs meriyadan sizdən qarşılayan oldu mu? Sizin problem dilən oldu? Meri yoxdur, yuxarı apardılar, Allah yuxarı yazdılar. Yox da, adama bax, yox. Meri yoxdur. Qırarı canlı kişi görür, mən apardı oralardan da Gələcəyim ha. Proşat dayandı, profkadayım, bu saat gəlir. Oldu. Çəkiliş olmaz. Bəli, əziz izləyicilər, qeyd edək ki, hal-hazırda Qızılacılı kəndinin sakinləri meriya qarşısına toplaşırlar və onlar etiraz edirlər ki, yollarını təmir eləsinlər, düzəltdirsinlər. Tam уже есть работают, да? Там уже есть рабочие. Orada. Bunlar da geldi getdilər sizdən. Siz kəndsizsiniz? Siz nəçisiniz? Mən jurnalist. Danışa bilərsiniz? Çəkiliş gedəmək də gəlib qıraq. Danışardınız, ya problem həll olacaq.
İcra nümayəndəsi müsahibə verməkdən imtina elədi, amma qeyd etdi ki, greyder gələcəkdir və yola çınqıl töküləcək. Bunu mu değişsen aynen? Belə izləyicilər, biz canlı yayımızı bitiririk. Məsələ gündəmdə olacaqdır. Lazım məlumatları sizlərlə bölüşəcəyik. Sağ olun.